Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər. Xəbər verilir ki, Dövlət İmtahan Mərkəzinin sədri Mələkə Abbaszadənin sözlərinə görə yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişli üzrə təhsillərini davam etdirə biləcəklər. Təhsil eksperti Elşən Qafarov bildirib ki, bu ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır. Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər. Ekspertin fikrincə, dövlət sifariş əhatəliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktəb tələbələri yararlana biləcəklər.